Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub. Onun cinayət məsuliyyətinə cəlb edilməsi və həbsi tələb edilir. Məlumata görə hazırda həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova Səidə Haqverdiyevanın Cinayət Məcəlləsinin 147.2-ci böhtan və 148-ci təhqir maddələri ilə təqsirləndirilməsini istəyiblər. Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, şikayət ərizəsində mövcud olan nöqsanlara görə məhkəmə iclasları bir neçə dəfə təxirə salınıb. Vəkilin sözlərinə görə Səidə Haqverdiyeva mətbuat verdiyi açıqlamalarda şəxsi fikirlərini ifadə edib və bəzi media qurumlarının apardığı araşdırmaların bu işə aidiyyəti yoxdur. Şikayət Yasamal rayon məhkəməsinin hakimi Orxan Məmmədovun icraatındadır. Məhkəmə iclasları indiyədək 2 dəfə təxirə salınıb. Qeyd edək ki, qeyd olunan maddələr üzrə təqsirli bilinən şəxslər barəsində azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzası nəzərdə tutulur.